İmişlidə yerləşən restoranların birində keçirilən toy məclisindən 13 yaşlı yeniyetməni evlənmək məqsədi ilə qaçıran 1988-ci il təvəllüdlü Cavanşir İsmailov 8 il sonra həbs olunub. Xitab 24 AZ-ın əldə etdiyi məlumata görə o 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Məlum olub ki, Cavanşir İsmailov öz əmisi oğlunun toy məclisində yeniyetmə qızı görüb və onu bəyənib. Rəqs zamanı isə Cavanşir qızı onu qaçırmaq istədiyini bildirib. Yeniyetmə isə buna etiraz etməyib. Toydan birlikdə qaçan şəxslər 8 ay birgə yaşayıb. Sonra qız müxtəlif səbəblərə görə ailəsinin yanına qayıtmaq məcburiyyətində qalıb. Sözü gedən toy məclisi 2018-ci ildə baş versə də istintaqdan yayınan İsmailov bu il Gürcüstanda saxlanılıb. Barəsində axtarış elan olunan təqsirləndirilən şəxs Gürcüstan Daxili İşlər orqanları tərəfindən saxlanıldıqdan sonra Azərbaycana ekstradisiya olunub. Cavanşir İsmailov Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə təqsirli bilinib.